Matta 22-ci fəsil. Toy ziyafəti məsəli. İsa yenə onlara məsələlərlə xitab eləyərək dedi. Səmavi padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. Bir daha başqa qulları göndərərək onlara dedi. Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım. Öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır. Toy ziyafətinə gəlin. Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. O birləri isə onun qullarını tutub təhqir elədilər və öldürdülər. Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv elədi. Şəhərlərini isə yandırdı. Onda qullarına dedi, toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyildilər. Beləliklə, yol ayrıcılarına gedin və kimi tapsaz, toy ziyafətinə dəvət eləyin. Həmin qullar yollara çıxdılar. Pis yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. Padşah qonaqlara baxmaq üçün girdikdə, orada toy libası geyməmiş bir nəfəri gördü. Ona dedi, dostum, sən toy libası geyməmiş buraya necə girdin? O isə sustu. O zaman padşah xidmətçilərə dedi, onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq. Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır. Vergi vermək barədə sual. O zaman fariseylər gedib məsləhətləşdilər ki, onu söz üstündə necə tutsunlar. Onlar Hirodçularla birgə öz şagirdlərini İsa'nın yanına göndərib dedilər. Müəllim, biz bilirik ki, sən etibarlı adamsan. Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik eləmirsən. Çünki insanlar arasında fərq qoymursan. İndi bizə də görək, səncə bizim üçün Qeysərə vergi verməyə icazə var ya yox? Amma İsa onların pis niyyətini bilərək dedi. Ey ikiyüzlülər, məni niyə sınağa çəkirsiniz? Vergi verdiyiniz sikkəni mənə göstərin. Onlar da ona 1 dinar gətirdilər. İsa onlara dedi, sikkənin üstündəki bu təsvir və yazı kimindir? Ona dedilər, Qeysərin. O vaxt İsa onlara dedi, elə isə Qeysərə məxsus olanı Qeysərə, Allaha məxsus olanı Allaha verin. Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk eləyib getdilər. Dirilmə haqqında sual. Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsa'nın yanına gəlib soruşdular. Müəllim, Musa belə demişdi. Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb, ölən qardaşın nəslini davam elətdirsin. Aramızda 7 qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi. İkincisi və üçüncüsü, hətta 7-cisinə qədər eləcə öldü. Hamısından sonra bu qadın da öldü. İndi ölülər diriləndə bu qadın o 7 nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı. İsa onlara cavab verib dedi. Müqəddəs yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız. Ona görə ki, ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Yalnız səmadakı mələklər kimi olurlar. Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə mən İbrahimin Allahı, İsaqın Allahı və Yaqubun Allahıyam deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır. Bunları eşidən cəmaat onun təliminə təəccüblənirdi. Allahın ən böyük əmri. Fariseylər İsa'nın sadukeyləri susturduğunu eşidəndə bir yerə toplaşdılar. Onlardan biri olan qanunşünas İsa'nı sınamaq məqsədi ilə ondan bunu soruşdu. Müəllim, qanunda ən böyük əmr hansıdır? İsa ona dedi, Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev. Bu, böyük və əsas əmirdir. Buna bənzəyən ikincisi budur. Qonşunu özün kimi sev. Bütün qanun və peyğəmbərlərin sözləri bu 2 əmrə əsaslanır. Məsih kimin oğludur? Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu. Məsih haqqında nə düşünürsünüz? O kimin oğludur? Onlar da İsa'ya Davudun oğlu dedilər. İsa onlara dedi, elə isə nə üçün Davud ruh vasitəsi ilə onu ağa adlandırır? Rəbb mənim ağama dedi,
mən düşmənlərini ayaqlarının altına salana dək sağımda otur, deyib. Əgər Davud onu ağa adlandırırsa, o necə Davudun oğlu ola bilər? Bunun cavabında İsa'ya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim ondan bir şey soruşmağa cəsarət eləmədi.